Trump'ın Çin səfəri haqqında nə bilirik? Həqiqətən böyük alver oldu, yoxsa Trump təhqir olundu? Çinlə Amerika İran üstündə ticarət etdilər, yoxsa Çin böyük yox dedi? Gəlin bir yerdə araşdıraq. Salam əleykum əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, dünyada və xüsusən də sosial mediada və siyasi arenada hal-hazırda gündəm Trump'ın Çinə olan səfəridir və o səfər haqqında da fərqli təhlillər və araşdırmalar var. Lakin bizim bu səfər haqqında baxışımız nədir? İnşallah istəyirik ki, bir yerdə araşdıraq. Baxın, ilk öncə bunu qeyd etmək lazımdır ki, bir ABŞ prezidentinin Çinə səfərindən neçə illər keçib və son dəfə belə bir səfər 2017-ci ildə baş vermişdi. Amma 2017-ci ildə ABŞ prezidenti ki, Çinə getmişdi, hansı baxışlarla getmişdi və bu səfər Donald Trump hansı baxışlarla və hansı mövqeyle getmişdi, tamamilə fərqlidir. 2017-ci ildə Amerika dünyanın jandarmasını bilirdi özünü, tək qütblü dünya və qloballaşmış bir güc kimi özünü təqdim edirdi və Çinə gedəndə digər bir ölkələr kimi, yəni başqa bir sıradan bir ölkələrə getdiyi səfərlərdəki kimi tələbləri, təhdidləri və qırmızı xətlərini müəyyən edirdi və Çinə yuxarıdan aşağı baxışla öz şərtlərini həyata keçirtməyi, məcbur etmək niyyəti ilə səfər etmişdi. Bu dəfə isə Donald Trump'ın səfəri tamamilə fərqli oldu. Donald Trump bu dəfə öz çantasında yalnız xahişlər, təmannalar, istəklər və zəiflik və aşağıdan yuxarı olan bir mövqe ilə getmişdi. Bu dəfə Donald Trump'ın Çinə olan istəkləri tamamilə xahiş və təmənna idi. Aciz bir prezident kimi getmişdi. Bəs niyə bu səfər həyata keçdi və nə üçün Trump Çinə ümumiyyətlə səfər etmək istəyirdi? Tamamilə başqa bir məqsəd var idi və tamamilə başqa bir səfərin şahidi oldu. Bu səfər 6 həftə gecikdirildi və qərar idi ki, 6 həftə bundan öncə baş versin. Yəni İranla Amerikanın müharibəsi başlayandan bir ay sonra bu səfər həyata keçməlidir. Və İranın işini bitirəndən sonra, İslam Respublikasını devirəndən sonra, Amerika İranda bütün hədəflərini əldə edəndən sonra bu səfəri həyata keçirdib, Çinə gedib Çin prezidentinə barmaq silkələməli idi ki, baxın, sizin ən mühüm enerji, yəni neft və qaz təmin edən müttəfiqiniz Venezuela artıq mənimdir. Və sizin İran kimi mühüm və həyati müttəfiqiniz ki, sizin qaz və neft enerjilərinizi təmin edir və sizin, yəni İran misilsiz və dünyada bənzəri olmayan strateji bir mövqeyə sahibdir coğrafi baxımından, misal olaraq Hörmüz boğazı və ya Çinin İran vasitəsilə dünyaya ticarət koridorları ki, çəkib onları ələ keçəcəkdir və Çinə deyəcəkdir ki, sənin bu iki mühüm müttəfiqin artıq mənimdir və sən tam şəkildə mənim mühasirəmdəsən. Yəni, hal-hazırda da Çin qismən Amerikanın mühasirəsində qərar verilir. Çünki Cənubi Koreya və Yaponiya və Tayvanı nəzərə alsaq, o dəniz tərəfindən çətinlikdədir və Amerikanın müəyyən miqdarda mühasirəsindədir ki, onu İran koridoru ilə əvəz etdirir hal-hazırda. İstəyirdilər ki, İranı da əldə etməklə Çini tam mühasirəyə alsınlar və yuxarı əldən qırmızı xətləri yenidən təyin edib Çinlə son sözlərini desinlər. Baxın, deyirəm, 2017-ci ildə o qloballaşmaqda olan bir güc kimi dünyanın jandarması, dünyanın tək hegemonu və tək qütbü kimi gedirdi. Amma hal-hazırda artıq dünya Çini ikinci qütb kimi, yəni dünyada iki qütb tanıyırlar və Çini ikinci qütb kimi tanıyırlar. Bu mövqedə getdi və yeni dünya düzəni iddiası ilə bu səfəri həyata keçirdi. Yəni məsafə bu 7-8 ildə çox-çox böyüyüb və heç nə Donald Trump'ın istədiyi kimi getmədi. O istəyirdi ki, İranda da yəni məsələləri həll etsin və getsin, amma gördüyümüz kimi və bütün dünya şahid olduğu kimi Venezuelada nə qədər başarılı oldularsa, Venezuelada nə qədər Hollywood kinolarına bənzər bir əməliyyatla öz maraqlarını həyata keçirdilərsə, İranda tam əksinə bataqlığa ilişdilər və bu bataqlıqda ilişməkdə davam edirlər. Ona görə də Donald Trump'ın istəkləri var idi. Donald Trump'ın Çin prezidentindən
xahişləri var idi və Çinə getmişdi ki, bu xahişləri ondan etsin. Xahişlərin birincisi bu idi ki, İranı təzyiqə alın ki, Hörmüz boğazını açsın, İrana lazım olan təzyiqləri həyata keçirdin ki, o Hörmüz boğazını açmağa məcbur olsun. İkinci, İranı məcbur edin, İranla danışın ki, bizim istəklərimizi və ya ən azından o 450 kilo zənginlənmiş uranı bizə təhvil versin və üçüncü istəyi isə İrandan neft almayın, dördüncü istəyi isə İranın bu müharibədə kömək etməyin və ya İrana silah satmayın və bu şəraitdə beşinci də İranı bu sülhə və bizim şərtlərimizi tam şəkildə qəbul etməyə məcbur edin. Bu istəklərlə gedmişdi. Amma aldığı cavablar isə heç gözlədiyi və heç də onun ürəyi istəyən şəkildə davam etmədi. Amma Donald Trump istədiyi kimi baş vermədi bu səfər və öz istəklərini Çin prezidentindən istəyəndə heç də onun ürəyincə olan cavablar almadı və bu cavabları gəlin bir yerdə araşdıraq. Bir, məsəl üçün, dedi ki, Hörmüz boğazını bizə kömək edin ki, açılsın. Bir öncə bunu qeyd edim ki, Donald Trump prezident olanda, ikinci dövr prezident olduğunda Çini birbaşa öz rəqibi və düşməni kimi qələmə aldı və bildiyiniz kimi rüsumlarla onları təzyiq altına almaq istədi. Çin də bəzi qarşılıqlı cavablar hazırladı və iqtisadi baxımından bunlar düşmənçiliklərini artıq daha da böyütməyə cəhd etdilər. Necə ki, hamı bunlara rəqib deyirlər, amma ən düzgün anlayışı və bu Çinlə Amerika arasında olan münasibətləri tərif etmək istəsək, bunlar mehriban düşmənlərdirlər, rəqib deyirlər. Amerika tək qütblülük və Amerikanın dünyaya olan jandarmasının yenidən bərpasını və yenidən bütün dünyanı idarə etməsinin fikrindədir. Necə ki, bu MAGA düşüncəsi ki var və Donald Trump'u da məhz bu arzuları həyata keçirtmək üçün bunlar prezidentliyə gətiriblər və güc sahibi ediblər. Qarşı tərəfdə isə bir Çin var ki, ikinci bir qütb kimi zahir olub və o da dünyanın super gücü və hegemon olmaq istəyir. Amma bunların arasında fərqlər var. Amerika bütün dünyanı təhdidlə, zorla, müharibə ilə, silahla qorxudub dünyanı idarə etmək istəyir. Qarşı tərəfdə isə Çin iqtisadi baxımından istəyir ki, dünyaya sahiblənsin. Çin iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi və inkişaf təməlləri ilə və daha çox bunların hərbi yox və maddi maraqları var ki, onunla da istəyirlər dünyanı sahiblənsinlər. Ona görə də bunlar düşmən olduqları şəkildə, baxın ki, yəni bir insan və ya bir prezident nə qədər aciz durumda qala bilər ki, öz düşmənindən gedib probleminin həll olunmasını tələb edir. Gedib Çindən xahiş yalvar yaxar edir ki, İran bataqlığından onu xilas etsin. Necə ki, o məşhur bir şeir var ki, poeziyada deyir ki, keçmə namərd körpüsündən qoy aparsın sel səni. Yəni, bu da tam həmən bir məzmuna işarə edir. Yəni, sən İranda və İran bataqlığından necə və nə həddə giriftar olubsan ki, gedib Çindən xahiş edirsən ki, səni bu vəziyyətdə xilas etsin və səni İran bataqlığından çıxarsın. İstəkləri gəlin bir yerdə araşdıraq və görək ki, hansı cavablar aldı o. Bir, Hörmüz boğazının açılmasını. Çin prezidenti deyir ki, bəli, biz də Hörmüz boğazının açılmasının tərəfdarıyıq, biz də Hörmüz boğazının bağlanmağı ilə müxalifik və bu addımı dəstəkləmirik. Təsadüfən İran da həmən mövqeydədir. İran da deyir ki, biz Hörmüz boğazının bağlanmağını istəmirik və onun hərbi təzyiqlər üçün alət olduğunu bəyənmirik və bu məsələni qınayırıq. Yəni, bütün dünya bu sözü deyir. Amma hansı şəraitdə, yəni Hörmüz boğazının açılmasını istəyir, Çin prezidenti orada elə deyir. Hansı şəraitdə açılmasını istəyir? Deyir ki, orada, yəni Hörmüz boğazındakı olan problemlər danışıqlarla həll olunmalıdır və orada hərbi və güc tətbiq olunmadan razılıq əldə olunub Hörmüz boğazı açılmalıdır. Yəni nə? Yəni deyir ki, siz özünüz bu müharibəni başlatdınız, Amerika deyir. Siz özünüz səbəb oldunuz ki, Hörmüz boğazı bağlansın. Necə bunun bağlanmasına, bu boğazın bağlanmasına səbəb olubsuzsa, özünüz də gedin, oturun, İranlılarla dil tapın və bu boğazın açmağını onlardan istəyin. Yəni bu bir siyasi cavab idi ki, Çin tərəfindən Amerikaya verildi.
İkinci, deyirdi ki, İrandan neft almayın və İrandan neft almayın deyəndə Çin prezidenti açıq-aşkar, pərdəsiz, heç bir siyasi, heç bir necə deyirlər, təhlükəsizlik maraqlarını və qaydalarını nəzərə almayaraq dedi ki, biz İrandan neft almışıq, hal-hazırda da neft alırıq və bundan sonra da neft alacağıq. Konkret, qısa və qəti şəkildə onlar dedi ki, bu məsələ müzakirə mövzusu deyil və siz bu haqda fikir bildirmək haqqınız yoxdur. Üçüncüsü, deyirlər ki, İrana silah satma. O da deyir ki, biz ümumiyyətlə İrana bu günə kimi silah satmamışıq. Bu da baxın, bəziləri buna baxanda deyirlər ki, baxın deyir ki, biz ümumiyyətlə İrana silah satmamışıq, yəni bundan sonra silah satmayacaq, İranı dar vəziyyətdə qoyub. Bunlar həmən düşüncədir ki, iddia edirlər və düşünürlər ki, əgər İran bu müharibədə Amerikaya yenilmədisə, əgər İran bu müharibədən başı uca və qalib kimi çıxdısa, Çinin köməklərinin nəticəsidir. Yəni, təbii ki, siz də bu insanlarla üzləşibsiniz və bu düşüncəni dəfələrlə görübsünüz. Onlar elə iddia edirlər ki, Çinin köməkləri səbəb oldu ki, İran ayaq üstə dursun. Onlara demək lazımdır, mən həmişə demişəm, Şahid puallarını mı Çin İrana verib, Fəttah raketini Çin İrana verib, yoxsa Xürrəmşah raketini İrana Çin verib, yoxsa İranın asimetrik müharibə taktikalarını ki, şəhidlərimiz, yəni istər General Hacızadə olsun, istər Səlami olsun və digər əziz və dəyərli şəhidlər, bunların yaratdıqları taktikaları mı Çin İrana ötürüb, hansı silahdan bəhs olunur ki, Çin İrana verib və səbəb olub ki, İran bu müharibədə başı uca çıxsın. Bəli, müəyyən hərbi və silah baxımından al-verər, ticarətlər mümkündür, amma o qədər də böyük deyil ki, biz deyək ki, bu müharibədə birbaşa İranın qalib olmasına böyük rol oynasın. Amma Çinin cavabı ki, deyir, İrana biz ümumiyyətlə silah verməmişik və bundan sonra da satmayacaq. Bu da tam baxın diplomatik və siyasi bir cavabdır. Bu nə deməkdir? Yəni, bundan qabaq satmışam, boynuma almamışam, bundan qabaq satdıqlarımı rəsmi şəkildə deməmişəm və sizin xəbəriniz yoxdur. Bundan sonra da belədir. Yəni, əgər bundan qabaq satmışam və bilməyibsənsə, Amerikaya deyir, bundan sonra da satacam və bilməyəcəksən. Əgər bundan qabaq mən İranla hər hansısa bir hərbi əməkdaşlıq etmişəmsə, bundan sonra da edəcəm. Yalnız həmən öncəki vəziyyətdə heç bir şey də dəyişməyəcək və boynuma da almayacam. Bu bir siyasi cavabdır. Və Trump'ı tam şəkildə məyus edir orada və deyir ki, Çindən olan o istəklərin heç biri həyata keçməyəcək. Və burada da biz görürük ki, Amerika, yəni ora gedəndə kimləri özü ilə aparır? Trump tacirləri özü ilə aparır. O həmən tacirlər və həmən şirkətlərin sahibləri ki, Çinlə Rusum savaşının başlamasında 2025-ci ilin əvvəllərində bu Rusum savaşından ziyan görən insanlardır. Yəni o hazırdır ki, orada böyük ticari imtiyazlar versin, amma problemlərinin həll olmasını tələb edir qarşılıqda ki, hamısında böyük bir yox cavab ilə qarşılaşır. Dediyim kimi, yəni qərar deyildi ki, Donald Trump bu səfərə bu vəziyyətdə getsin. Qərar deyildi ki, bu səfərdə Çin yuxarı əldən və Amerika aşağı əldən üzləşsinlər. Qərar idi ki, getsinlər və Çinə hədə-qorxu gəlsinlər, Çini təhdid etsinlər, İranda hədəflərini əldə edəndən sonra. Və Çində gördüyünüz kimi burada çox maraqlı və çox diqqət çəkici bir qarşılama taktikasını və ya belə deyək, protokollarını həyata keçirdi. Yəni, baxın, nə qədər ki, biz dedik, Trump getmişdi ki, bunları istəsin və cavabı mənfi oldu. Donald Trump bu şəraitdə getmişdi, Donald Trump bunları istəyirdi və Çin tərəfi isə bu görüşməyə necə baxdı? Gəlin, lap elə ilk günündən baxaq. Donald Trump daxil oldu Çinə və bəli, gözəl, təmtəraqlı bir qarşılama mərasimi həyata keçdi, amma Prezident Xi özü orada iştirak etmədi. Yəni, Donald Trump'ı qarşılamağa gəlmədi aeroporta. Bu bir növ təhqirdir. Yəni, kim nə deyirsə ki, bu diplomatik protokollardır, kim deyirsə ki, bu qayda belədir və bunlar da hamısını qoyun qırağa. Baxın, Prezident Xi Donald Trump'ın qarşılamağına gəlmədi. Bəli, gözəl bir görüntü yaratdı. Orada gözəl və adlı sanlı bir qarşılama mərasimi həyata keçdi. Amma
Əsas o idi ki, prezidentin özü orada iştirak etsin ki, iştirak etmədi. Bu birinci təhqir idi ki, Çin tərəfindən Amerikaya baş verdi. Və orada müxtəlif epizodlar var ki, təbii ki, bunu çoxları danışıblar və medialarda siz görübsünüz. Məsələn, onların ilk görüşlərində və o əl görüşləri ki, bütün dünyada müzakirə mövzusuna səbəb oldu və ya onların o Çinin o gözəl sarayında qarşılamaqları və Amerika heyətinin ağzını açıq qalıb dərdivara baxıb bir-birlərini təəccüblə göstərməkləri kimi şeylərdə nəzərə almaq olar. Amma orada mühüm fraqmentlərdən də biri o idi ki, Çin prezidenti Donald Trump'a göstərirdi öz bağında bir ağacı göstərdi və deyir ki, bu ağacın 400 illik tarixi var və 400 il yaşı var bu ağacın. Orada birbaşa yəni Donald Trump'a işarə edirdi ki, sizin bütün hakimiyyətinizin ömrü 250 il olduqda, sizin bütün tarixiniz 250 illik olduğu şəraitdə bizim evimizin bağında 400 illik ağaclar var. Bunları qeyd etməkdə, yəni məqsədim budur ki, burada göstərim ki, bu səfər Amerika üçün heç bir şəkildə lazım deyil idi. Xüsusən də Trump və Trump dövləti üçün heç bir şəkildə lazımlı bir səfər deyil idi. Əks tərəfdə isə Çin üçün çox lazımlı bir səfər idi və Çin bütün dünyaya göstərdi ki, baxın, bu həmən süper gücdür ki, bütün dünyaya meydan oxuyur. Baxın, bu həmən hegemondur ki, bütün dünyanın jandarması kimi özünü göstərir. Bizim yanımızda belə aciz vəziyyətdə qalıb. Və bütün bu qeydləri deməkdə və bütün bu izahları deməkdə məqsədim bir cümləni çatdırmaq idi ki, onlar ki deyirlər ki, Çin İranı satacaq, Çin İranı alverə gedəcək ki, Çin Tayvan məsələsi. Tayvan məsələsinin özü çox mühüm və böyük bir məsələdir. Hətta orada da danışıldı və bunu da qeyd edim, yenidən qayıdım öz sözümə. Tayvan məsələsini də hətta Donald Trump orada açanda və söhbətini orada ünvanlayanda ilk dəfə idi ki, baxın, Çin ümumiyyətlə heç vaxt təhdid və müharibə və döyüş ədəbiyyatından istifadə etmir. Qeyd etdiyim kimi, dünyanı iqtisadiyyatla və iqtisadi inkişaflarla əldə etmək istəyir. Müharibələrdən 50 ildir ki, qaçırlar, heç bir müharibəyə daxil olmurlar və ümumiyyətlə müharibə və qarşıdurma yaradan və ya görüntüsü hətta yaradan lüğətlərdən belə qaçırlar Çinlilər. Bu gəldi ki, Tayvan məsələsini ki, Donald Trump orada açıqlamaq istədi, qəti şəkildə bir qırmızı xətt qoydular və birinci dəfə, ilk dəfə idi ki, təhdid etdilər və dedi ki, yəni Tayvan məsələsində Amerika əgər o Çinin qırmızı xəttlərini nəzərə almasa, qarşı durmaya və müharibəyə səbəb ola bilər. Ultimatum verdi orada Tayvan məsələsində. Hansı ticarət, hansı alver? Orada birbaşa qırmızı xəttlərini təyin etdi, ultimatum verdi ki, yəni Amerika bu bizim qırmızı xəttlərimizdən artıq gedərsə, biz onunla müharibə edə bilərik. Belə bir ədəbiyyatla da Çin prezidenti Tayvan məsələsində bağladı bu səfərdə və qoymadı ki, müzakirə mövzusu olsun. Çin bu göstərdiyi iqtidarı, Çin bu səfərdə Amerikanı aşağılaması və dünyaya oxuduğu bu meydanı yalnız və yalnız və yalnız İrana borcludur. İran bu müharibədən başı uca çıxmaqla, İran bu müharibədə o mifi sındırmaqla, İran bu müharibədə o hegemonu aciz vəziyyətə qoymağı ilə səbəb oldu ki, Çin bugün belə iqtidarla və bu yuxarıdan mövqe ilə görünsün. Hansı ticarət mövzusu ola bilər, hansı alver mövzusu ola bilər və ümumiyyətlə Çin necə İranı müzakirə edə bilər, Çin necə İranı alverə apara bilər, yəni sata bilər. Ümumiyyətlə bu şans yoxdur, yəni onun neft aldığı və qaz aldığı, enerji aldığı və coğrafi baxımından bu koridorların hamısı səbəb olur ki, Çin arxayındır ki, Amerikadan qorxmayan, Amerikaya baş əyməyən, müstəqil və onlarla heç vaxt sazişə getməyən bir dövlətin vasitəsilə iqtisadi maraqlarını aparır qabağa. Bunu Amerika nə ilə əvəz edə bilər? Bunun qarşılığında Çinə nə təklif edə bilər və ümumiyyətlə Çinin hansı bir təzyiq aləti var ki, onunla İrana təzyiq etsin? Neft alır ondan, yaxşı qiymətə neft alır və bugünkü vəziyyətdə ki, dünya enerji böhranı yaşayır, Hörmüz boğazının bağlanmağı nəticəsində heç bir problemsiz İrandan neftini daşıyır. Ya bundan sonraki Hörmüz boğazı tam şəkildə İranın nəzarəti və ixtiyarında olacaq və İranla tərs düşməyə və ondan neft almamağa düşünmürəm elə də marağı olsun Çinin. Bəs
Amerikanın bu müharibəsi və çoxları soruşur ki, bu İranla Amerika müharibəsi nə olacaq və bu müharibə artıq öz yeni mərhələsinə keçir və bütün artıq danışıqlar sona çatdı. Donald Trump'ın Çindən də nəsə əldə edib bu müharibəni bağlamaq ümidi də iflasa uğradı və müzakirələr, danışıqlar heç bir nəticə vermədi və bütün dünya buna hazırlaşır və bunu gözləyir ki, müharibənin yeni mərhələsi başlasın. Qeyd etdiyim kimi, yəni Donald Trump 6 həftə bundan öncə Çinə getməli idi və İrandakı istəklərini həyata keçirəndən sonra 3-5'lik burada izah etmək istəyirəm və artıq dərəcədə xahiş edirəm ki, bu 3-5'liyə lazımlı diqqəti yetirin, çünki çox önəmli məsələdir. İrana hücum edib, İranda istədiyi maraqlar əldə etmək istədiyi maraqlar 5 ünvandır. Yəni Donald Trump İrana hücum edəndə bu 5 marağı əldə etmək üçün hücum etmişdi. 1. İranda hakimiyyət dəyişikliyi etmək istəyirdi. Rejim change. Ki dəfələrlə də hətta qeyd etmişdi, dəfələrlə də demişdi. Hətta arsızcasına İranda təzə rəhbər, hələ yəni Muştaba ağa və rəhbərimiz təyin olunmamışdan öncə də dəfələrlə hətta qorxu gəldi ki, mənim istədiyim insan rəhbər olmalıdır, rəhbərin seçilmə prosesində mən də iştirak etməliyəm və bu növ həyasızcasına sözlər deyirdi. Rejim change, yəni hakimiyyəti tam şəkildə dəyişmək niyyəti var idi, bu 1. 2. İranın nüvə zəncirləşdirmə və atom enerji sənayesini tam şəkildə məhv edib aradan qaldırmaq istəyirdi. 3. İrandan zəncirlənmiş 450 kiloqramlıq uranı alıb ölkədən çıxarmaq istəyirdi. 4. İranın raket sənayesini olduqca və lazımlı şəkildə zərərsizləşdirmək lazım idi ki, İsrailə, Amerikaya və digərlərinə artıq təhdid sayılmasın. 5. İrana məcbur edəcəkdi ki, öz lüğətlərlə deyək, proksi qüvvələri bizim təbirimizlə isə müttəfiqləri dəstəkləməməlidir və onlara olan dəstəyini və yardımını kəsməlidir. Bu 5 hədəfi əldə etmək üçün İrana gəlmişdi və İrana hücum etmişdi. Amma nəinki bunların heç birini əldə etmədi, nəinki bu hədəflərin heç birinin həyata keçməyinə belə yaxınlaşmadı belə, əvəzində 5 sürprizlə qarşılaşdı ki, bu müharibəni başlayanda onları nəzərə almamışdı və heç düşünməzdi ki, belə hadisələr baş versin və onun üçün sürprizlər oldu. 1. Hakimiyyət dəyişilməli idi. Necə? Siyasi hakimiyyət İranda böhran yaranmalı, ixtilaflar yaranmalı idi. Rəhbər şəhid olandan sonra komandirlər, şəhidlər, canı kimi şəxsiyyətlər şəhid olandan sonra ölkə daxilində siyasi hakimiyyətdə ciddi ixtilaflar yaranıb dağılmalı idi. Nəinki baş vermədi? Birinci sürpriz budur ki, İran daxilində siyasi hakimiyyət istər silahlı qüvvələrlə, istər öz aralarında misilsiz şəkildə birləşdi. Bütün ixtilaflar qırağa qoyuldu. Bir nümunəsi İslamabada gedən heyət, Doktor Qalibafın başçılıq etdiyi İslamabada gedən heyətə baxın. Orada baxırıq ki, bütün düşüncələrdən İranda bildiyiniz kimi 2 partiya var da, yəni bir özlərini inqilaba daha yaxın bilənlər və özlərini usulgəra deyən düşüncə. İkinci islah tələb deyilən islahatçılar ki, onlar deyirlər ki, bəli biz daha çox yeniliklər eləmək lazımdır, islahatlar aparmaq lazımdır və bu növ düşüncələrə sahiblər. Hər iki tayfadan və hətta bu iki tayfadan olmayan ekspertlər və mühüm insanlar və düşüncə sahibi olan insanlar da bu İslamabad heyətində iştirak etmişlər və bütün siyasi ixtilaflar, bütün o şəxsi maraqlar belə hamısı qırağa qoyulub və birlik yaranıb və bu ölkənin, vətənin və İslam Respublikasının bu böhrandan çıxması üçün və bu müharibədən başı uca çıxmağı üçün hamısı cəhd etdi və əlindən gələni etdilər. Bu birinci sürpriz idi ki, Donald Trump və Amerika bunu gözləmirdi. İkinci sürpriz, bunlar çox güclü şəkildə bu 2 ay bundan öncə iqtisadi problemlərdən yaranan etirazlar və sonra ixtişaşa çevrilən o hadisələrdən sonra elə düşünürdülər ki, xalqla hakimiyyət arasında lazımlı fasiləni yaradıblar və xalq hal-hazırda hakimiyyətin qanuna susuzdur və bir fürsət axtarır ki, ayağa qalxıb hakimiyyəti devirsin və çevriliş həyata keçirsin. Nəinki baş vermədi? Hətta bunların sürprizləri və gözləmədiklərindən biri budur ki, xalq 78 gecədir ki, hal-hazırda xiyabanlardadır, bayraq əllərində və qəzəb yumruqları silkələyib öz hakimiyyətlərinə və silahlı qüvvələrinə müharibəni davam edib,
şəhidlərimizin intiqamını alın tələbi ilə fəryad edirlər. Bu onların gözlədikləri və bu onların hesabladıqları bir şey deyildi. Hətta heç belə bir şey onlar hesablamalarında belə gətirmirdilər. Üçüncüsü, Fars körfəzindəki ölkələr. Baxın, məsəl üçün Birləşmiş Ərəb Əmirlikləri. Bunlar plan cızanda ki, hücum etsinlər. Deyirlər ki, İranın ağlı olsa Birləşmiş Ərəb Əmirliklərinə hücum etməz. Birləşmiş Ərəb Əmirlikləri elə bir dövlətdir ki, bütün dünya onunla iqtisadi əlaqələri var. Bütün dünya ilə araları yaxşıdır. Bütün dünya onlarla yaxşı münasibətlər qurub və dünyanın bir növ iqtisadi ürəyidir. Belə bir şey yaradıblar. Dubayda və Abu Dhabidə və digər o əmirliklərdə. Baxın, İran heç vaxt bunlara, ağlı olsa heç vaxt bunlara hücum etməz ki, və biz də bilirik ki, İran ağıllı bir hakimiyyətdir. Amerikanın o Washingtonda, yəni Pentagonda o düşüncə belə idi. Və heç vaxt bunlar hücum edib dünyanı öz əleyhlərinə qaldırmazlar. Və belə bir şey gözləmirdilər. İran Birləşmiş Ərəb Əmirliklərində vurdu, İran lazım olanda Qətəri də vurdu, Bəhreyni də vurdu, Kuveyti də vurdu, Ərəbistanı da vurdu, Yordaniyanı da vurdu və hətta Kiprdə də İngiltərənin bazasını İngiltərə müdaxilə etmək istəyəndə də müəyyən zərbələr endirdi. Bu onların gözlədikləri şey deyil idi və onlar heç bir şəkildə gözləmirlər ki, İran bu qədər ölkəyə hücum edə və onların oradakı olan bazalarını məhv edə. Baxın, bu bazalar İranla müharibə üçün yaranmayıb. Ümumiyyətlə bunlar, məsəl üçün Bəhreyndə onların donanma qərargahı var. Onların Orta Şərqdə CENTCOM-un donanma mərkəzi oradadır. Və bu bazaların hamısı bir gün Çinin əleyhinə, Rusiyanın əleyhinə istifadə olunmaq üçün idi. Çünki onlar uzaqdan, yəni Çin o başdan gəlib bu bazalara o zərbələri vura bilməzdi. Çünki onun çox inkişaf etmiş ballistik raketlərə ehtiyacı var idi, ya onun donanmaları gəlməli idi və yəni Çin üçün bu bazaları vurmaq əgər hər hansısa bir ehtimali müharibədə çox çətin bir iş idi. Amma İran əlinin altındaydı və İran orada bütün Amerika bazalarını yerlə yeksan etdi və onlara bəzən elə bir zərbələr endirdi ki, heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq. 4. Onlar bir nümunəsini qeyd etdim ki, elə düşünürlər ki, bütün dünya İranın əleyhinə qalxacaq. NATO müttəfiqləri, onların dostları bu müharibədə onların köməyinə gələcəklər, amma gördüyünüz kimi əlindən gələni etdi və heç kim onun köməyinə gəlməz. NATO ölkələri, Avstraliya, Cənubi Koreya və ya digər müttəfiqləri. Bir gün təhdid etdi, bir gün xahiş etdi, bir gün küstü, bir gün və elə bir gün yox idi ki, bu müttəfiqlərinə zəng edib onlardan xahiş, təhdid və ya hər hansı bir dillə bu müharibədə onlara kömək etməyini istəməsin, amma bütün dünyadan yox cavabını eşitdi və bu müharibədə tək qaldı. Amerika tək qaldı və bu çox mühüm bir sürpriz idi ki, onlar bu müharibəni başladanda heç düşünmürdülər. Beşincisi ki, ən önəmlisidir və hal-hazırda 3 aydır ki, dünya gündəmini özünə məxsus edib və bütün dünyanı sirkələyib Hörmüz boğazıdır. Yəni, Hörmüz boğazını, baxın, bu müharibədən öncə də İranlılar bağlamağı və onunla heç təhdid belə etmirlər. 12 günlük müharibədə İran Hörmüz boğazı tərəfə baxmadı belə. Heç Hörmüz boğazı da onlar təhdid belə eləmədi və onlar bir şəkildə əmin idilər ki, İran Hörmüz boğazını bağlamağa qorxar. Niyə? Dediyim kimi, dünya bunların əleyhinə qalxar və dünya iqtisadiyyatı ilə zarafat etmək olmaz. Belə bir düşüncədə idilər, amma Hörmüz boğazının artıq 3 ay bağlamasına yaxınlaşır və bilindiyi kimi və bütün dünya gördüyü kimi İran istəmədən heç bir şəkildə də açılan deyil. Bu sürprizlərlə qarşılaşdı və hal-hazırda mövqe nədir? Baxın, deyirlər ki, biz İrana 10 bəndlik şərt göndərdik, biz İrana 15 bəndlik. Bunların hamısı bu uzun listə baxmayın, bu uzun listəyə istinad etməyin. Onlar iki şey istəyirlər. Bir, o birinci istəklərindən biridir. Deyirlər 450 kiloqram uranı verin biz aparaq. İki, sürprizlərdən də birini, yəni Hörmüz boğazının açılmasını tələb edirlər. Yəni 450 kiloqramlıq uranı bizə verin və Hörmüz boğazını açın, biz dünyaya göstərək bunu və bu rəzillikdən xilas olub gedək. Yəni Amerika hal-hazırda bu vəziyyətə düşdü. Amma bu şərtləri və bu müharibənin bitməyi üçün isə İran 5 şərt qoyur. Bu üçüncü beşlikdir. 1. Bizə zərər ziyanlar ödənilib. Bu müharibədə bizim infrastrukturlarımıza hücumlar olub, bizim obyektlərimiz vurulub, bizim iqtisadiyyatımız 3 aydır ki, bu müharibəyə görə zəifləyib və. Zərər ziyanlar var. Çox yuxarı bir məbləğ deyilir. Bəzi yerlərdə, bəzi medialarda 240 milyard, bəzi yerlərdə 280 milyard dollar zərər ziyan ünvanlanır. Deyir ki, 1. İran deyir bu məbləğ ödənməlidir bizə. 2. Bütün cəbhələrdə
İranda, Livanda, İraqda, Yəməndə, bütün cəbhələrdə atəşkəs tam şəkildə bərqərar olunmalıdır və beynəlxalq səviyyədə təzmin olunmalıdır ki, bir daha hücum olmayacaq bizə və bizim təhlükəsizliyimiz və suverenliyimiz gərək təmin olunsun. Bütün cəbhələr, xüsusilə də Livanda. 4. Deyir ki, bizim bloklanmış pullarımız var. 100 milyarddan çox İranın pulu müxtəlif ölkələrdə, müxtəlif banklarda, müxtəlif illərdə və müxtəlif şəraitdə bloklanıb və bu pulların hamısının azad olunmasını tələb edirlər. Cənab Nəvəviyan İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü İslamabad danışıqlarında da iştirak etmişdi bir növ. Orada da bu bloklanmış pullar haqqında öz təcrübəsini deyir. Deyir ki, Doktor Qalibov J.D. Vance'in üzbəyüzündə oturanda orada qəti şəkildə bir reaksiyasından nəql edirdi ki, J.D. Vance deyir ki, orada siz uranlı və zəncirlənmiş uranı bizə təhvil verin. Əvəzində biz də 60 gün müddətində 6 milyard dollar sizin bloklanmış pulunuzu azad edəcəyik. Doktor Qalibov orada çox ciddi şəkildə soruşur ki, 6 milyard dollar hardan, yəni bu məbləği və bu rəqəmi hardan çıxartdınız? O da dönür bölündə Vitkafa təhqirlə ki, bunların bloklanmış pulları nə qədərdir? O olsun. Bu sözü demək istəyəndə Doktor Qalibov onun sözünü kəsir və qoymur bitirsin. Deyir ki, 1 dollar olur, yoxsa 100 milyard dollar. Fərqi yoxdur. Bizim pulumuzdur və bizim haqqımızdır və sizin haqqınız yoxdur bloklayasınız. Vəzifənizdir, borcunuzdur ki, hamısını azad edəsiniz. Ya hamısı, ya ümumiyyətlə biz heç bir azlığa getməyəcəyik. Və yəni belə bir iqtidarla, belə bir yuxarı əllə İran öz mövqeyini Amerikaya təhmil etməkdə davam edir. Dördüncüsü, Hörmüz boğazı İranın nəzarətində qalacaq və İranın tətbiq etdiyi qayda qanunlarla idarə olunacaq və bunu da Amerika və digərləri qəbul etməlidir və İranın qanunlarını və orada yeni düzəni rəsmiyyətə tanımalıdır. İranın bu 5 şərti var, hətta nüvə, uran, atom enerji və bunları ümumiyyətlə İran danışıqlarda gətirmir. Niyə? Deyir, 2 dəfə biz danışıqlarda uran zəncirləşdirmə və enerji, atom enerji haqqında sizinlə danışıqlara getdik. Hər ikisində də masanın altına vurdunuz və bizə hücum etdiniz. Bizim bundan sonra sizinlə nüvə haqqında danışacaq heç bir sözümüz yoxdur. Və bu şərtləri deyir və deyir ki, ya bizim bu şərtlərimizi qəbul edib atəşkəs edəcək, ya növbəti bir qarşı durmaya hazırlaşacaq. Növbəti bir qarşı durmanın necə olacağı və necə olmayacağı haqqında kifayət qədər danışmışıq və söhbət artıq çox uzanır. Bundan artıq danışmağa təbii ki, imkan yoxdur. Sadəcə bunu deyim ki, baxın, İran 12 günlük müharibədə məhdud zərbələr endirdi və bir növ müharibə demir. Orada deyir ki, biz İsrail rejimini cəzalandırdıq. Bütün dünya şoka düşdü ki, İranın ballistik raketləri İsrailə qədər çatır. İsrailin o qədər mürəkkəb və çox layıqlı havada müdafiə sistemlərindən keçir və lazımlı hədəfi öz nöqtəsində vurur. Bu 40 günlük müharibədə isə bütün dünya təəccübləndi ki, İran Fars körfəzindəki Amerika bazılarını o da alova çəkdi, İran Hörmüz boğazını bağladı, Amerika aça bilmədi, Amerika İranda hakimiyyəti çökdürə bilmədi və çoxlu sürprizlər ki, 5 önəmlərini biz qeyd etdik. Yəni, İran hər müharibədə nisbət ondan öncəsinə daha sərt reaksiya verir. Və İran hal-hazırda özünü 4 süper gücdən biri bilir. Amerika, Çin, Rusiya və İran. İran özünü 4-cü süper güc bilir və əgər hər hansı bir qarşı duruma baş verərsə, İran artıq məhdud zərbələr yox, bir süper güc kimi bu müharibəyə daxil olacaq və elə bir sürprizlərlə daxil olacaq ki, bundan öncəkilər onun yanında heç bir şeydir. Əziz izləyicilərimiz, bu qədər idi və inşallah ki, bəyənmiş olarsınız və əgər bəyəndinizsə, abunə olmaqla, digərlərinə tövsiyə edib paylaşmaqla bizə dəstək ola bilərsiniz. Növbəti bir görüşə qədər Allah'a emanet olun.